Bugün qürurla dalğalandırdığımız üç rəngli bayrağın rəngləri sadəcə bir dizayn deyil, bu bütöv bir millətin keçmişi, inancı və gələcək hədəfidir. Bəs bu üç ideyanı tükləşmək, İslamlaşmaq və müasirləşməyi bir araya gətirən bayrağımızın fəlsəfi ideoloqu və Bakının paytaxt olması ideyasının sahibi o dahi beyin kim idi? Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kemal Atatürk'ün bədənimin atası Əli Rza Əfəndidirsə, fikirlərimin atası Ziya Göyalp'dır dediyi məlumdur. Lakin Ziya Göyalp özü dəfələrlə etiraf edirdi ki, onun əsl müəllimi və ideya qaynağı 5 dil bilən o Azərbaycanlı dahi idi. Tarixin tozlu səhifələrində elə insanlar var ki, onlar sadəcə yaşayıb getmir, bir millətin taleyini öz çiyinlərində daşıyırlar. Onların həyatı rahat kabinetlərdə deyil, sürgünlərdə, amansız ideoloji döyüşlərdə və bitmək bilməyən mənəvi iztirablarda keçir. Budur qarşımızda duran o dahi Əli bəy Hüseynzadə. Bugün biz Azərbaycan dedikdə, bugün biz müasir dünya ilə ayaqlaşan, lakin öz keçmişini unutmayan bir ölkə xəyal edəndə, bu fikirlərin mənbəyində mütləq Əli bəy Hüseynzadənin imzasını görürük. O bizə sübut etdi ki, bir millət cəhalətin ən dərin qatlarından belə sıçrayıb çıxa bilər. Bəs Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kemal Atatürk ilə dostluq münasibəti olan Əli bəyə Atatürk hansı vəzifəni təklif etmiş və o bundan niyə imtina etmişdi? Və Əli bəy həyatında ilk dəfə kimin ölümünə ağlamışdı? Bugün biz milli kimliyimizi ölməyə qoymayan fikir babamız Əli bəy Hüseynzadəni daha yaxından araşdıracağıq. Çünki onu tanımaq və tanıtmaq hər birimizin mənəvi borcudur. Əli bəy Hüseynzadə 1864-cü ildə Salyan şəhərində doğulub. Ana babası Qafqazın Şeyxülislamı Şeyx Əhməd Səlyanidir. Anası öldükdən sonra Əli bəyin atası Hüseyn Hüseynzadə onu və qardaşı İsmayılı Tiflisə aparır. Dövrün mütərəqqi şəxslərindən olan babası Şeyx Əhməd 1875-ci ildə onu Tiflis Rus gimnaziyasına yazdırır. 10 il burada təhsil alan Əli bəy Rus, Latın, Yunan, Ərəb və Fars dillərini öyrənir. Əli bəy bu məktəbdə Qərb mədəniyyəti ilə tanış olur, Yunan və Alman klassiklərinin əsərlərini mənimsəyir. 1885-ci ildə Əli bəy bu məktəbi bitirir. Babası bu dəfə onu təhsil almaq üçün Peterburqa göndərir. Peterburqda Mendeleyev onun müəllimi olmuş, Leninin qardaşı ilə yataqxanada bir otaqda qalmış və dostluq münasibətləri olmuşdu. Gənclik illərində Sankt-Peterburq Universitetinin Fizika-Riyaziyyat fakültəsini bitirəndə onun qarşısında parlaq bir elm adamı olmaq imkanı var idi. Lakin Əli bəyin ruhu düsturlara sığmırdı. O, Çarlıq Rusiyasının Azərbaycanlara ögey münasibətini, millətinin cəhalət içində boğulmasını gördükcə daxilən yanırdı. Bu yanğı onu İstanbula, Hərbiyə məktəbinə çəkib apardı. Orada tibb təhsili alsa da, əslində bir millətin yaralarını sarımağı öyrənirdi. Türkiyədə olduğu illərdə İttihad və Tərəqqi Cəmiyyətinin yaradıcılarından biri olması təsadüf deyildi. O, Türk dünyasının birləşməsini, xalqların oyanışını bir romantik xəyal kimi deyil, yaşamaq üçün yeganə çıxış yolu kimi görürdü. Əli bəy anlayırdı ki, türklər öz köklərinə qayıtmasa, dünyadakı müasir inkişaf dalğasına qoşulmasa, tarixin arxivinə gömüləcək. 1905-ci il inqilabından sonra Bakıya qayıdan Əli bəy Hüseynzadə artıq yetkin bir filosof, sarsılmaz bir mübariz idi. O dövrün Bakısı neft pulları ilə yanaşı həm də ideoloji savaşların mərkəzi idi. Əli bəy Həyat qəzetini, Füyuzat jurnalını quranda ətrafındakıların çoxu ona bir xəyalpərəst kimi baxırdı. O, Bakıya qayıdandan sonra Hacı Zeynalabdin Tağıyevin evində bir sıra maarifçilər ilə birlikdə toplaşır. Bu toplantıda Əli Mərdan bəy Topçubaşov, Adilxan Ziyadxan, Əhməd bəy Ağaoğlu da iştirak edirdi. Onlar burada Rusiya hökumətinə təqdim etmək üçün mütalibnamə hazırlayırdılar. Bu məktubda onlar Rus hökumətindən tələb edirdilər. Bizə kəndlilərin əkini üçün torpaq sahələri verin. Bizə ruhani məktəblər açmağa icazə verin. Bizə dünyəvi məktəblər açmağa icazə verin. Və nəhayət bizə öz dilimizdə qəzet nəşr etməyə icazə verin.
Məktub imzalandı və onlar məktubu bir nümayəndə heyəti ilə birlikdə Leninqrada aparıb Rusiya hökumətinin baş naziri Vidi ilə görüşüb ona təqdim etdilər. Bir çox Rus dövlət adamının təzyiqlərinə baxmayaraq Əli bəy Hüseynzadə və nümayəndə heyəti Rusiya hökumətinə bu tələbləri qəbul etməyə razı sala bilir və Həyat qəzeti çap olunmağa başlanır. Qəzetin maliyyə dəstəyini Hacı Zeynalabdin Tağıyev təmin edirdi. Bir müddət sonra onun qəzetdəki türk kimliyimizlə bağlı yazıları erməni donosları vasitəsilə təzyiqə məruz qalır və bildirilir ki, Azərbaycanlı sözü Tatar sözü ilə əvəz edilsin. Əli bəy nəinki bu təklifi rədd edir, o hətta bildirir ki, bu məsələ qayət mühümdür və biz ki, türk oğlu türkük və millətlərin ən qədimi və ulusuyuq. Və Həyat qəzetinə olduğu kimi nəşr etdirməyə davam edir. Amma bir müddət sonra türk düşmənlərinin yenidən təzyiqi ilə qəzet bağlanır. Əli bəy yazırdı: türkləşmək, islamlaşmaq, müasirləşmək. Bu üç kəlmə sadəcə bir şüar deyil, bir millətin xilas düsturu idi. O bizə mavi rənglə əslimizi, yaşıl rənglə mənəviyyatımızı, qırmızı rənglə isə dünyaya açılan üzümüzü göstərirdi. Onun bu düsturu illər sonra 1918-ci ildə qurulacaq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağına həkk olunacaqdı. O, bir millətin kimliyini həmin rənglər ilə insanların beyninə və ürəyinə yeridən dahi idi. Onun Məhəmməd Əmin Rəsulzadə ilə münasibətləri isə Azərbaycan tarixinin ən maraqlı səhifələrindən biridir. Rəsulzadə hələ gənc bir mübariz ikən Əli bəy Hüseynzadə onun üçün bir ideoloji mayak, bir ustad idi. Rəsulzadənin bir kərə yüksələn bayraq, bir daha enməz nidasının fəlsəfi kökləri məhz Əli bəyin füyuzatındakı o dərin yazılardan su içirdi. Əli bəy daha çox nəzəriyyəçi, yol göstərən bir filosof idisə, Rəsulzadə bu ideyaları meydanlara çıxaran, dövlətə çevirən bir lider idi. Əli bəy Türkiyəyə mühacirət etməli olanda belə qəlbi həmişə Bakı ilə döyünürdü. Rəsulzadə isə hər fürsətdə öz ustadının ideyalarını dövlət quruculuğunun təməlinə qoyurdu. Bu iki insanın dialoqu Azərbaycanın dünəni ilə sabahı arasındakı körpü idi. Əli bəy Hüseynzadənin faciəsi həm də onun anlaşılmamasında idi. O, Avropanı mükəmməl bilir, lakin şərqin ruhuna bağlı qalırdı. Mən rəssam deyiləm, mən fikir adamıyam deyirdi. Lakin onun fırçasından çıxan tablolar bir millətin kədərini və ümidini təsvir edirdi. İstanbulda yaşadığı illərdə Ziya Göyalp kimi böyük mütəfəkkirlərin ona göstərdiyi hörmət, Atatürkün onun ideyalarından ilhamlanması Əli bəyin böyüklüyünün sübutu idi. Atatürk mənim fikirlərimin atası Ziya Göyalpdır deyəndə əslində dolayı yolla o fikirlərin əsl mənbəyinə Əli bəy Hüseynzadəyə işarə edirdi. Çünki Hüseynzadə türklüyün sadəcə bir etnik kimlik deyil, bir mədəniyyət və güc olduğunu bütün dünyaya isbat etmişdi. Lakin həyat ona qarşı həmişə rəhimli olmadı. Azərbaycan müstəqilliyini itirəndə, cümhuriyyət süqut edəndə Əli bəyin çəkdiyi istirabları təsəvvür etmək çətin deyil. Öz qurduğu binanın uçulmasını görmək bir memar üçün nə qədər ağırdırsa, öz ideyasının qırmızı imperiya tərəfindən boğulmasını görmək də Əli bəy üçün o qədər ağır idi. Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım müsahibəsində deyirdi: Atatürk onun atasına millət vəkilliyi təklif edib. Amma Əli bəy bundan imtina edib. Atatürk isə soruşur: axı niyə? Sənin ən yaxın dostun Əhməd bəy Ağaoğlu da bizdə deputatdır. Əli bəy Atatürkə belə cavab verir: yox, bu tək partiyalı sistemdir və demokratik quruluşa uyğun deyil. O yüzden mən bunu qəbul edə bilmərəm. Sonra Atatürk onu Türk Dil Qurumunda əməkdaşlığa dəvət edib. O, Atatürklə dostluq münasibətlərindən və birgə işlərindən də bəhs edirdi. Ömrünün son illərini Türkiyədə bir növ mənəvi tənhalıqda keçirdi. Maddi sıxıntılar içində boğulsa da qürurunu heç vaxt itirmədi. O sadəcə bir həkim kimi xəstələri müalicə etmirdi. O bütöv bir coğrafiyanın gələcəyinin diaqnozunu qoyurdu. Osmanlıda yaşadığı müddətdə o həkimlik fəaliyyəti ilə məşğul olur. 1910-1926-cı illərdə Heydərpaşa Hərbi Xəstəxanasının tibb fakültəsində dəri zöhrəvi xəstəlikləri üzrə müəllim işləyirdi. Əli bəy bir daha Azərbaycana 1926-cı ildə 1-ci Türkoloji qurultayda iştirak etmək üçün gəlir. Bura gələndən sonra Salyana qohumlarının yanına gedir, orada Novruz bayramını qeyd edir. Sonra Bakıya gedib oradakı evini və evindəki hər şeyi Səadət məktəbinə hədiyyə edib Türkiyəyə qayıdır.
Geri döndükdə isə Mustafa Kemal Atatürkə sui-qəsdə iştirak ittihamı ilə həbs edilir. Lakin Əli bəyin bu sui-qəsd məsələsində iştirak etmədiyi tezliklə aydın olduğu üçün azad edilir. Çünki onun Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkə həmişə hörmət və ehtiramı olub. Qızı Feyzabər xanım belə yazırdı: Karaköydən gəmiyə minib evə getdim. Atam məni qarşıladı. Atatürkün vəfat etdiyini dedim. Təəssüf dedi. Bir də gördüm ki, atam Əhməd Ağaoğlunun fotosunun qabağında durub, mənim heç kimim qalmadı deyib ağlayır. Atamı ilk dəfə onda ağlayarkən gördüm. Atatürkün ölümündən 2 il, Əhməd bəy Ağaoğlunun vəfatından isə 1 il sonra Əli bəy də dünyasını dəyişir. Əli bəy 1940-cı ildə İstanbulda vəfat edir. Qaraca Əhməd məzarlığında dəfn edilir. Əli bəy Hüseynzadənin rəssamlığa böyük həvəsi vardı. Hətta Peterburqda təhsilini bu sahə üzrə almağı düşünüb. Bu istəyi barədə yazırdı. Bir vaxtlar rəssamlığa çox həvəsim var idi. Hətta az qaldı Peterburqun Sənaye-i Nəfisə Akademiyasına girirdim. Ancaq din və təbiət təhsilinə meylim qalib gəlib, məni ayrı yollara sövq etdi. Buna baxmayaraq Peterburq Rəssamlıq Akademiyasının məşğələlərində iştirak edir. Qızı müsahibəsində atasının rəssamlığı ilə bağlı deyir: Atam həbsxanada yatanda məni onunla görüşə aparmışdılar. 4 yaşım vardı. Məni qucağına aldı. Divarlara həbsxanada yatan gənclərin portretlərini çəkmişdi. Atam bir neçə dəfə həbsə düşmüşdü. Həmişə onunla həbsdə olanların portretini çəkirmiş. Əli bəyin rəssamlıq fəaliyyəti oğlu Səlim Turan tərəfindən davam etdirilib. Atasından fərqli olaraq o, Türkiyənin məşhur rəssamlarından birinə çevrilib. Əli bəy Hüseynzadənin əsərləri hazırda müxtəlif dövlət muzeylərində saxlanılır. Məsələn, onun yağlı boya ilə çəkdiyi məşhur Şeyxülislamın portreti Azərbaycan İncəsənət Muzeyindədir. Azər Turanın yazdığına görə bu əsəri Hüseynzadə Peterburqda təhsil alarkən tətillərin birində Tiflisdə çəkib. İstanbul Universitetinə gedərkən portreti nənəsinin dəvə yunuşalına büküb özü ilə aparıb. 1903-cü ildə Bakıya gətirib və qardaşı İsmail Hüseynzadəyə bağışlayıb. Muzeyə isə onu İsmail bəyin qardaşı oğlu Bəhram Hüseynzadə və onun həyat yoldaşı Sara Aşurbəyli təqdim edib. Əli bəy Hüseynzadənin türkləşmək, islamlaşmaq, müasirləşmək şüarı bugün də bizim üçün aktualdır. Bu, bizim tariximizin genetik kodudur. Əli bəy Hüseynzadə sadəcə keçmişin bir parçası deyil, o bizim gələcəyə baxan gözümüzdür. Sonda bir anlıq düşünək. Əgər bugün Əli bəy Hüseynzadə aramızda olsaydı və bayrağımızın altından keçsəydi bizə nə deyərdi? Bəlkə də gülümsüyüb pıçıldayardı. Mən sizə rəngləri verdim. Siz isə o rəngləri bir taleyə çevirdiniz. İndi bu taleyi qorumaq zamanıdır. Onun dramatik həyatı, bitməyən mübarizəsi və Azərbaycan sevgisi hər birimizin içində yaşamalıdır. Çünki biz var olduğumuz müddətcə o 3 rəngli ideya da var olacaq. Əli bəy Hüseynzadə də tarixin zirvəsindən bizə baxmağa davam edəcək. Bu dahi şəxsiyyətin bütün ömrü sanki sonsuz bir sükutla hayqırış arasındakı o incə cizgidə keçdi. O milləti üçün canını dişinə tutub çarpışdıqca qarşısında divar kimi ucalan cəhalətin amansız zərbələrinə tuş gəldi və nəhayət ürəyindəki o böyük ağrını, millətinin taleyinə duyduğu o dərin kədəri bu misralarla tarixin yaddaşına möhürlədi. Ucundadır dilimin həqiqətin böyüyü. Nə qoydular deyəyim, nə kəstilər dilimi. Bilirmisən cühəla nə etdilər vatana? Nə qoydular uyuya, nə qoydular oyana.